eşkin yolu birdir, o da Hüseyin. Hüseyin eşkin yoludur, Hüseyin eşkin özüdür. Hüseyin həm yoldur, həm məqsəddir. Hüseyin insanı Allaha bitişdirə bilən, günahkarları bir an içində təmizləyə bilən Allah dostudur, Allah vəlisidir. Hüseyin egomuzu, mənəmçiliyimizi elə əzə bilir ki, heç nə bizim mənəmçiliyimizin, nəfsimizin öhdəsindən gələn bir Hüseyin gələ bilir. Öz məzlumiyyəti ilə, öz fədakarlığı ilə, o qədər fədakarlığı eləyib ki, adam onun məclisinə gələndə mən anlayışını itirir, biz anlayışı gəlir. Bunu Hüseyin bacarır. Çünki Hüseyin başdan ayağa başqaları üçün idi. Bütün fədakarlığı insanlıq üçün idi. Hüseynin Kərbəlası bir eşq dastanıdır, eşqin cilvəsidir, eşqin təzahürüdür. Ona görə Hüseynin yaratdığı eşq səhnəsini heç kəs yarada bilmir. Hüseyin insanları barışdıra biləcək. İmam Hüseyin əleyhissalam insanları birləşdirə biləcək. İmam Hüseyin əleyhissalam insanlar arasında o həqiqi eşqi bərqərar eləyə biləcək. Başqa bunun öhdəsindən gələ biləcək heç kəs yoxdur.